deməli belə bayaqdan yeyiblər sündə yuxusuz biz dedik yatmamışıq. Baxıram ki, xromakey yaşıl ekranlanım, amma bunlar buna toyuq çorluğu deyilən bir şey var. Buranın üzərinə günə qoydu, tərtəmiz yer idi. Əsas qəhrəmanlar isə səslərinə bax pısıldı. İkisi bir yerdə oturan, birinci dəfə sənətin orada Linda qazları. Bilirəm ki, o təbiət çəkilişlərinin yanaşı bu da özü də ayrıdır. Bu sənədli filmlər, əsl sənədli filmlər. Təmiz. Kim bilər ki, baxmaq istəyir paylaşsam o da dünya media sənədli filmlərində çox gözəl şəkildə baxılıb. Belə eləsən, ağız altdakı o sıra qazlar. Gəldi dedim ki, girim. Ələ paltarımı dəyişməyim. Müxtəlif burada canlılar var. Həşəratlara, nə bilim, o gübrəli yerdə olan yerlərdə, bütün hörümçək peynirdə nə desəm var. Buranı sadə şəraitdə özüm düzəltmişdim. Aprelin əvvəl, martın axırından. Oturmadı bir-iki gün. Bir yerdə oturublar. Sən demə, cəmisi biri 15-20-yə qədər yumurta eləyir. Amma çox təəccüblüdür ki, bunlar bir dənəsinin sayı qədər eləyiblər. Yerini də dəyişdiyi harcadan oturmadılar. Sonra da ki, biri oturar, yerini tamamilə sıfırdan dəyişdi. Lap yaxından. Təqdim elə özü. Telefonu birdən ağız atarsan. Kesin qabı deşirdi. Vedri o qədər ağızda çənə gücü var ki, bir-birinə mehriban, iki dənə belə rəfiqənin bir yerdə, bacının iki rəfiqənin bir yerdə yumurtanın üstünə oturmağı möhtəşəmdir. Ayaqlarını görünəcək yığılırdı. Ölçülərinə bana başının üzərində bunu belə ayrıcan elədim. Əslində o taxtanı o özdə qoymuşdum. İndi bu qaz təsərrüfatla məşğul olanlar biləcək ki, ayda qoxu vurdu bizi. Əli qoxu da elə, sadəcə əslində dam işığı var idi, işığı yoxdur. Kamera işığı ilə çəkirik bunu. Biləcək ki, çox sakit. Bu da yem verəndə erkəkləri də necə hay-harayı bütün 200-300 metrdən gəlir səsi. Amma bunlar otururlar deyən indi sakitdir. Çağırır, boyunu o qədər qayğıkeşlik göstərir. Tək oturub deyənə sakit dur, ey! Sakit dur, özü təqdim elə, ha. Təqdim elə özü. Buna. Toyuq çorluğu əslində bu. Hərəmxanası yığıb başına. 15 toyuq. Of, hey! Xəbər eləməmiş hara düşürsən? Elə düz demişəm, 15, 2, 3, 4. Hə, bax belə bunlar da beləncə oturub. Alıb səni, ha. Əlim, bax, gül kimi çəkilişin. Sinə azda yavaşla səsləndilər. Bunlar deməli, burada sinə qaranda işıqda nə qədər olur, ya? Deməli, burada axıra kimi ayın 7-si çıxmalıdırlar. Təmiz həmin mehribancasına bölüşdülər. Yemlərini yedilər, sularını erkəkdə baxır və oturublar. Bunlar indi əlim kameradaydı bu. Taxçıda yatanlar. Təqdim elə özü görüm. Bunlar təzələrdir. İstəyən olsa demişdim o Fenix toyuqlarının xoruzlarındandır. Bu da bax erkək qaz. O yüzden toyuqlarının.